Salam. Bugünkü mövzu izahımız güvən test tablosunda litosfer tavalары, platformalar, geosiqnallar, dağ mərcən mərhələləri, vulkanlar və zəlzələlərdir. A qrup test tapşırıqlarına keçid edək. Birinci sualda qeyd olunur ki, Gondvanadan ayrılaraq Avrasiyaya birləşmiş və bu materik üçün yad quru sahə hesab olunan yarımadalar. Bildiyimiz kimi, Paleozoyasında ilk qrup parça olan Pangeya iki yerə parçalanır, Lavrasiya və Gondvanaya. Daha sonra biz qeyd edəcəyik ki, Lavrasiya şimal materiklər, Gondvana isə cənub materiklər daxil idi. Burada qeyd olunan yad quru sahə deyirsə, söhbət Ərəbistan və Hindistandan gedir. Çünki Ərəbistan və Hindistan Gondvanaya Gondvanaya daxil idi. Daha sonra Mezozoyan sonu, Kainozoyan əvvəlində Gondvanadan ayrılaraq Lavrasiya birləşmişdir. Cavabımız olacaq birinci sualda C bəndi. Digər sualımıza baxaq. Deyir, xəritə sxemə əsasən rəqəmlərin müvafiq gələn təsvir tavalarını müəyyən edin. Burada 1 ilə göstərilən Naska tavasıdır. Naska tavası divergent sərhəddə yerləşir. Naska həm divergent, həm də ki, yəni qeyd ediləcək şərq hissəsi subduksiyadır, qərb hissəsi isə divergent sərhəddir. Deməli, 3-cü Hind-Avstraliya, 4 Filippindir. 2 isə Ərəbistandır. 1, 2, 3, 4. Deməli, bizdə 1-ə yazıb Cənubi Amerika xeyr, səhvdir. İkincidə Ərəbistan yazıb düzdür. Üçüncüyə Avrasiya yazıb səhvdir. Hind, Avstraliya olmalı idi. 4 Filippindir, bəli. B variantında 1-ə Naska qeyd olunub düzdür. 2 Ərəbistandır, düzdür. Hind, Avstraliyada 3 düzdür. 4 də Filippindir, bəli. İkinci sual cavabımız olacaq B bəndi. Üçüncü sualdır. Litosfer tavalarının divergent sərhədində yerləşən adlardan deyil. Divergent bildiyimiz kimi ayrılma deməkdir. Divergent sərhədlərdə Pasxa yerləşir, doğrudur. Pasxa qeyd ediləcək ki, Sakit Okeanın Naskanın ayrılma sərhədində yerləşir. Çiliyə məxsus bir ada dövlətdir. Burada əsasən heykəllərlə məşhurdur. Daha sonra qeyd ediləcək ki, divergent sərhəddə yerləşən adalarda vulkanik mənşəli olur və onlarda qranit qatı olmur. Azor adaları da divergent sərhəddə yerləşir. Şimali Amerika ilə Avrasiyanın ayrılma hissəsidir. Müqəddəs Yelanda divergent sərhəddə Cənubi Amerika ilə Afrikanın ayrılma hissəsində yerləşir. Kuril adaları isə qeyd ediləcək ki, subduksiya zonasında yerləşir. Kuril adaları burada bizim olacaq divergent sərhəddə yerləşməyən adalarımız siyahısına. Kuril adalardakı Sakit Okeanla Avrasiya materikinin toqquşma sərhədində yerləşir, subduksiya zonasında. İslandiya divergent sərhəddə yerləşir, Şimali Amerika ilə Avrasiyanın ayrılma sərhədidir. Doğru cavabımız üstü olacaq D bəndi. Dördüncü sual. Alp Himalay dağlıq qurşağında yerləşən vulkanlar. Bildiyimiz kimi burada Vezuv və Etna qeyd olunub və düz cavabımız A bəndidir. Qeyd ediləcək ki, Hekla İslandiyada yerləşdiyinə görə doğru deyil. B variantı gedir. Həmçinin Hekla C-də də gedir. D bəndində Fudziyama Yaponiyada yerləşir, yanlışdır. Hekla İslandiyada yerləşir, yanlışdır. E bəndində Orisovo və Rusiya vulkanları da Alp Himalay dağlıq qurşağına düşmür. Orisovo vulkanı Şimali Amerikada yerləşir, Rusiya vulkanı da Cənubi Amerikada yerləşir. Dördüncü sualda doğru cavabımız olacaq A bəndi. Keçək 5-ci suala. Böyük tosfer tavalarını seçin. Böyük tosfer tavalarına Sakit Okean böyük tosfer tavasıdır. Bəli. Sakit Okean tavası qeyd ediləcək ki, Sakit Okean sahəsindən həmçinin kiçikdir. Sakit Okean tavası var. Naska tavası kiçik litosfer tavasıdır. Kakos kiçik litosfer tavasıdır. Karib kiçik litosfer tavasıdır. Hind Asya isə böyük litosfer tavasıdır. Doğru cavabımız 1 və 5 olacaq D bəndi. 6-cı sual. Kaledon qırışıqlığı hansı geoloji evdə baş vermişdir? Kaledon qırışıqlığı təbii ki, Paleozoy erasında baş vermişdir. Paleozoy erasında Baykal, Kaledon, Hersin qırışıqları var idi. Cavabımız olacaq 6-da C bəndi. 7-də xəritə sxemə əsasən daha güclü zəlzələlərin baş verdiyi əraziləri müəyyən edin. Güclü zəlzələrdən söhbət gedirsə, demək biz burada seismik əraziləri, geosiqnalda yerləşən əraziləri seçməliyik. 1, 2, daha sonra burada qeyd ediləcək 4. 1, 2, 4 cavabımız olacaq E bəndi. 8-ci sual. Şaqili tektonik hərəkətlər zamanı faillərin qırılmaları boyunca yaranan qalxmalar və enmələr necə adlanır? Horslar və qrabenlər. Hors qalxan, qraben isə enən hesab edilirdi.
9. Dağılmacənin mərhələlərinin geoloji yaşların azalma sırasına görə düzməyimizi istəyir. Yəni ki, yaşın azalmasına görə. Bildiyimiz kimi qədimdən cavana doğru getsək, birinci gedəcək Baykal, Kaledon, Hersen, Kimmer və ya Mezozoy, bir də Alp. Deməli, 9-cu sualda cavabımız olacaq E bəndi. 2, 3, 1, 5, 4. 10-cu sual. Hansı yarımadalarda tektonik proseslər daha zəif baş verir? Təbii ki, söhbət platformada yerləşən ərazilərdə söhbət gedəcək. Bildiyimiz kimi Kola və Kamçatka yarımadası qeyd olunub. Bunlar hər ikisi Avrasiya materikində yerləşir, lakin seysmik cəhətdən sabit ərazi deyil. Kamçatkada Kulyuçka sopkası var. B bəndinə Kiçik Asiya və Çukot yazılıb. Kiçik Asiyada seysmik cəhətdən aktiv ərazidir, geosignalda yerləşir. C bəndinə Labrador və Koreya yazılır. Bəli, Labrador və Koreya platformada yerləşən ərazidir. Labrador yarımadası Şimali Amerikanın qeyd ediləcək ki, yerləşir. Şərq hissəsində. Koreya yarımadası da Avrasiya materikinin şərqində yerləşir. Doğru cavabımız olacaq C bəndi. 11-ci sual. Fəaliyyətdə olan vulkanları müəyyən edin. Chimborazo vulkanı sönmüş vulkandır. Cənubi Amerika materikində yerləşir. Tuxumulko vulkanı isə qeyd ediləcək ki, yerləşir Şimali Amerikada. Seysmik cəhətdən aktivdir, yəni fəaliyyətdə olan vulkandır. Burada 2 olan variantlarımızı çıxırıq. Qalır A və D variantı. Devamət vulkanı, bəli, İranda yerləşir, sönmüş vulkandır. Kazbek də sönmüş vulkan hesab edilir. Daha sonra Etna vulkanı aktivdir. Karakaton vulkanı isə qeyd ediləcək ki, yerləşir İndoneziya ərazisində seysmik cəhətdən aktivdir. Fəaliyyətdə olan vulkanlar isə bizdən və bu Taxam vulkanı götürəcək, Etna, bir də Karakaton 2, 5 və 6. Cavabımız olacaq C bəndi 11-də. 12-ci suala baxaq. Xəritə sxemasından cavan platformaları təyin etməyimizi istəyir. Bildiyimiz kimi platformalar 2 yerə bölünür. Qədim və cavan platformalar. Qədim platformalar Baykaldan, yəni biz gecəyik ki, qədim platformalar Baykaldan əvvəl yaranmış platformalardır. Yəni arxe və protozoy erasında yaranmış platformalardır. Amma ki, cavan platformalar isə Paleozoy erasının Hersen qırşıqlığında yaranmışdır. Ön Qafqaz, Qərbi Sibir və Turan ovalığa aiddir. Buna görə cavabımız olacaq 2, 3 və 4. B variantı. Ön Qafqaz, Qərbi Sibir, Turan ovalığı. 13-cü suala baxaq. Uyğunluq gözlənilmişdir. Vulkan püskürməsi zamanı səthə çıxan və ətrafa yayılan odlu maye təbii ki, lavadır. 3-ə gedəcək A. 3-ü A olan elə cavabımız C bəndindədir. Yerin dərinliklərindən ərinti halında olan maqmanın yer səthəyə çıxdığı kanal vulkan boğazıdır. 2-yə gedəcək, 1-ə gedəcək B. Vulkan püskürməsi zamanı dağın təpəsindən əmələ gələn çökəklik krater adlanır. Əgər bu çökəklik çox böyük olarsa, kalderadır. Cavabımız olacaq 13-də C variantı. 14. Müvafiq olaraq qədim və cavan platformaları müəyyən edin. Qədim platformalar və cavan platformalar haqqında bayaqda danışdıq. Cavan platformalar Qərbi Sibir, Ön Qafqaz və Turan ovalıqıdır. Deməli, birinciyə 2, 5, 6, ikincisi 1, 3, 4 C bəndi. 15. Zəlzələnin gücü hansı şkala əsasən təyin edilib? Təbii ki, gedəcək ki, Richter şkalasına əsasən müəyyən edildi. Cavabımız olacaq 15-də D bəndi. 16-cı suala baxaq. Krater adlanır. Vulkan püskürməsi zamanı səthə çıxan və ətrafa yayılan odlu maye lavadır. Yerin dərinliklərində ərinti halında olan maqmanın yer səthinə çıxdığı kanal vulkan boğazıdır. Vulkan püskürməsi zamanı dağın təpəsinə əmələ gəlmiş çökəklik. Bəli, cavabımız olacaq C bəndi. 17. Hansı yarımadalarda geoloji keçmişdə qədim Gondvana materikinin tərkibində olmuşdur? Ərəbistan və Hindistan. 18. Materik və okean tipli litosfer tavalarının toqquşma zonasında yaranan adaları müəyyən etməyimizi istəyir. Yəni ki, biz subduksiya zonasında yerləşən adaları tapmalıyıq. Burada biz bilirik ki, Müqəddəs Yelena, Azor adaları, İslandiya adaları bunlar divergentdə yerləşir. Yəni toqquşma yox, ayrılma zonasıdır. Amma ki, Kuril, Yapon, Aleut adaları isə qeyd ediləcək ki, subduksiya zonasında, toqquşma zonasında yerləşir. Burada Kuril, Yapon adaları qeyd ediləcək ki, sakit Yapondur, Kuril adalarıdır. Bunlar novlardır, həmçinin adlar, həm də novları qeyd edə bilərik. Və deyəcək ki, bunlar Kuril, Yapon, Aleut adaları Sakit okeandan
Şimali Sakit Okeanın Avrasiya materikinin toqquşma sərhədində yerləşir. Keçək 19-cu suala. Paleotektonik proseslər adlanır. Qədimdə baş vermiş tektonik proseslər paleotektonik adlanır. Neotektonik proseslər də var. O da ki, Kaynozoin Neogen dövründən bu günə qədər baş vermiş proseslərdir. 20-ci sual. Aşağıdakı bəndlərdən hansı suxurların verilmiş aşınma növünə aid deyil? Fiziki aşınma, kimyəvi aşınma və üzvü aşınma var. Suxurların gündüz istidən genişlənir, gecə isə soyuyaraq sıxılır, aiddir. Havanın temperaturunun sutqa ərzində kəskin dəyişməsi nəticəsində yaranır, düzdür. Səhralarda daha sürətli olur, bəli, quru iqlim şəraitində baş verir, düzdür. Canlı orqanizmlərin təsiri üzrə rütubətli ərazidə daha intensiv baş verir. Bu ifadə qeyd ediləcək ki, yanlışdır, üzvü aşınmaya aiddir. 21. Sönmüş vulkan deyil. Chimborazo sönmüşdür, Cənubi Amerikadadır. Kazbek sönmüş vulkandır, Avrasiya materikindədir. Qızılboğaz sönmüş, Etna aktiv vulkandır. Cavabımız olacaq D bəndi. Cədvələ əsasən uyğunluq hansı sırada pozulduğunu müəyyən edin. Paleotektonik proseslər, neotektonik proseslər. Böyük sayıcı dağlar, qədim dağlar olduğu kimi paleotektonik proseslər baş vermişdir. Ant dağları, cavan dağlar olduğuna görə neotektonikdir. Deməli, birinci sual düz olduğuna görə biz burada pozulduğunu tapmamız isə bir düzü deyə bir olan variantlara çıxacağıq. Şərqi Avropa düzənliyi Braziliya əyaləsi. Biz qeyd edəcəyik ki, Şərqi Avropa düzənliyi geosiqnal zonada yerləşmir. Braziliya əyaləsi geosiqnal zonada qeyd edəcək ki, bu ifadə yanlışdır. Çünki biz qeyd eləmişdik ki, Şimali Braziliya əyaləsi Cənubi Amerikada yerləşir və Şimali Amerikanın, Cənubi Amerikanın şərq hissəsi qədim, qərb hissəsi cavandır. Bildiyimiz kimi Braziliya əyaləsi də qeyd edəcək ki, yerləşir platformada. Bu da neotektonik prosesdir. Yəni, burada biz qeyd edəcək ki, uyğunluq pozulmuşdur. Yəni, Şərqi Avropada platformada yerləşir, Braziliya əyaləsi də platformada yerləşir. İkidə uyğunluq pozulub. Apalaz dağları qədim dağlarda bəli, paleotektonikdir. Qafqaz dağları isə Cavad dağları neotektonikdir. Burada pozuntu yoxdur. Tian-Şan dağları paleotektonik yox. Tian-Şan dağları paleotektonik ola bilər. Almaniya, Polşa ovalığı isə qeyd ediləcək ki, bu da paleotektonikdir. Yəni, burada da pozuntu var 2 və 4-də. Ural dağları qədimdir, paleotektonikdir. Anadolu əyaləsi isə geosiqnalda yerləşdiyinə görə neotektonikdir. Himalay dağları neotektonik olmalıdır, paleotektonik ola bilməz. Mississippi isə paleotektonikdir. Deməli, 22-ci sualda cavabımız olacaq. 2-də səhvlik var. Çünki Şərqi Avropa düzənliyi düzdür, platformada yerləşir, paleotektonikdir. Braziliya əyaləsi isə geosiqnalda yox, platformada yerləşir. Daha sonra burada qeyd ediləcək 4-də Tian-Şan dağları da paleotektonikdir. Almaniya, Polşa ovalığı da paleotektonikdir. 2, 4 və 6 cavabımız olacaq. 22-də E bəndi. 23. Doğru fikri müəyyən edin. Maqmatik və metaformik suxurlardan ibarət olan platforma örtüyü platformun alt mərtəbəsidir. Xeyr, platforma örtüyü birincisi maqmatik və metaformik suxurlardan təşkil olunmur, çökmə suxurlardan təşkil olunur və platforma örtüyü alt mərtəbədə yox, üst mərtəbədə yerləşir. Çökmə suxurlardan ibarət olan kristalik bünövrə platformanın üst mərtəbəsidir. Xeyr, kristalik bünövrə alt mərtəbəsidir və kristalik bünövrə çökmə suxurdan yox və maqmatik və metaformik suxurdan ibarət olmuşdur. Yəni, bu yanlış ifadədir. C bəndə platformanın kristalik bünövrəsi yer səthinə çıxdığı sahələr, sipərlər və qalxınlarla düzdür. Burada həmçinin bir istifadəli qazıntılarla zəngin olur. 23-də cavabımız olacaq C bəndi. Vulkan konusунun təpəsindəki çökəklik necə adlanır? Cavabımız olacaq krater. 24-də A. Himalay dağlarının yaranmasının səbəbi Himalay dağları Hind-Avstraliya ilə Avrasiya davasının toqquşması nəticəsində yaranmışdır. Cavabımız olacaq A bəndi. 26-cı suala baxaq. Vulkan krateri adlanır. Vulkan konusунun təpəsində əmələ gələn çökəklik. Cavabımız olacaq 26-da A. 27. Sxemə əsasən rəqəmlərdə hansı vulkan boğazına uyğun gəlir? 27-də cavabımız olacaq 3-cü, yəni C bəndi vulkan boğazıdır. 28. Klasteri düzgün tamamlanmayan bəndi müəyyən etməyimizi istəyir. Gondovaniya aid olmayanı götürməliyik. Gondovaniya şimal materiklərə aid deyil, Şimali Amerika olacaq. Cavabımız 28-də B bəndi. 29-da qrifon adlanır. Geyzerlərin səthdə əmələ gətirdiyi çökəklik qrifon adlanır. Bəli, cavabımız 29-da A bəndi.
30-cu sual. Divergent sərhəd nə edilir? Divergent sərhədlər yəni ki, ayrılma sərhədlərdir. Tavaların toqquşduğu sərhəd konvergent olmaz. Tavaların bir-birinə uzaqlaşdığı sərhəd, bəli, divergent sərhəddir. Cavabımız 30-da B bəndi. 31. Sahələri fasiləsiz uzaq kiçilən okeanlar sakit və şimal buzlu okeandır. 2, 3 və A bəndi. Geyzerlərin geniş yayıldığı ərazilər deyirsə, biz burada geosinkronal əraziləri götürməliyik. Burada biz bildiyimiz kimi Yeni Zelandiya, Mesopotamiya, İrlandiya qeyd olunub. Geyzerlərin geniş aldığı yerlər isə qeyd ediləcək ki, 32-də cavabımız D bəndidir. Apeni, Kamçatka və İslandiya. 33. Xəritə sxemində işıqlənmiş əraziyə əsasən ən fəal vulkanizm regionunu müəyyən etməyimizi istəyir. Təbii ki, İndoneziyanın olduğu yer. Cavabımız olacaq C bəndi 33-də. 34. Sxemə əsasən verilmiş məntəqələrin hansında zəlzələnin gücü daha çox olduğu müəyyən edin. Təbii ki, ocağa yaxın olan A-da cavabımız olacaq 34-də. A bəndi. 35. Xəritə sxemdə işıqlənmiş sahəyə uyğun gəlir. Uyğun gəlir. Burada biz qeyd edəcək ki, bu ərazilər, yəni qədim geosignallar, qədim geosignal deyə bir anlayış yoxdur. Fəal vulkanizm ərazilərinə seysmik qurşaqlar divergent olmaz, ripterlər olmaz. Burada biz qeyd edəcək ki, 35-də cavabımız C bəndi seysmik qurşaqlardır. 36. Şəkil sxemə əsasən uyğunluğu müəyyən edin. Bu təsvir antiknal və signaldır. Yuxarıda yerləşən antiknal, aşağıda isə signal yerləşir. Antiknal, signal, antiknal. Cavabımız 36-da B bəndi. 37-ci suala baxaq. Zəlzələ və müasir dağılmacəlmə zonalarında yerləşən ərazilər müəyyən etməyimizi istəyir. Geosignal ərazilər tapacağıq. 2. Daha sonra Avstraliyada ümumiyyətlə vulkan və zəlzələ yoxdur. 6-ları variantlardan çıxırsınız. 2, 5 və 3. 2, 3, 5 cavabımız olacaq 37-də E bəndi. 38. Divergent sonrada yerləşən vulkanlar, yəni ayrılma zonasında yerləşən Lublyaka vulkanı qeyd edəcək ki, yerləşir Ant dağlarında və Ant dağları da divergent zona yox, subduksiya zonasında yerləşir. Naska ilə Cənubi Amerikanın toqquşması nəticəsində yaranmışdır. Buna görə də A bəndi yanlışdır. B bəndinə baxaq. Etna vulkanı isə divergent zonada yerləşmir. Çünki Avrasiya ilə qeyd edəcək ki, Afrikanın toqquşma sərhədində yerləşir. Koliziyadır. Hekla İslandiyada yerləşir. Bəli. Bardanburqa İslandiyada yerləşir. Bəli. Cavabımız olacaq 38-də C bəndi. 39. Baltik qalxanı hansı platformaya aiddir? Baltik qalxanı qeyd ediləcək ki, aiddir Şərqi Avropaya. E bəndi. 40-cı sual. Şəkil sxemdə soşa hansı nə ifadə edir? Bu isə qeyd ediləcək ki, Hors və Grabendir. Hors qalxan, Graben siniflərində enəndir. Cavabımız olacaq E bəndi. Subduksiya adlanır. Okean litosfer tavasının, materik litosfer tavasının altına batması prosesi. Bəli, okean tavasının, materik tavasının altına batma hissəsinə subduksiya deyilir. 41-də cavabımız olacaq A bəndi. 42. İslandiya adasında yerləşən Tengeri Milli Parkı nəyi müşahidə etmək olar? Şimali Amerikanın Avrasiya tavasının bir-birinə toqquşması yox, ayrılması. Cavabımız olacaq B bəndi. 32-ci sual. Xəritə sxemasında litosfer tavalarının divergent sərhədlərini müəyyən edin. Divergent sərhədləri müəyyən etmemizi istəyirsə, biz burada baxaq. Deməli, divergent sərhədlərimizdən biri 4-dür. 3 ola bilməz, 3 subduksiya zonasıdır. 3-ləri variantlarımızdan silirik. 4 düzdür, 5 düzdür. Daha sonra 6 ola bilməz. Elə cavabımız 2, 4, 5 olacaq. 43-də cavabımız A bəndi. 44. Verilənlərə əsasən geotermik pillərin daha böyük və daha kiçik olmasına görə qruplaşdırın. Geotermik pillər böyük olur platformalarda, kiçik olur geosignallarda. Ant dağları geosignaldır. Apen yarımadası geosignaldır. Yapon adaları geosignaldır. Deməli, 2, 4, 6. 2, 4, 6, 1, 3, 5. Cavabımız 44-də E bəndi. 45. Litosfer tavalarının divergent sərhədlərinə uyğunca adları qruplaşdırın. Şimali Amerikanın Avrasiyanın ayrılma sərhədində yerləşir İslandiya və Azor adaları. Cənubi Amerikanın, Afrikanın qeyd ediləcək ki, ayrılma zonasında yerləşir Voznesenia, Trestekunya, Müqəddəs Yelena, Golf adalarından çəkə bilərik. Burada 2-yə gedəcək 5. Kakosla Naskanın qeyd ediləcək ki, ayrılma sərhədində yerləşir Galapagos adaları. Deməli, 45-də cavabımız olacaq D bəndi. 46. Okean tipli yer qabığında yerləşən vulkan təbii ki, Mauna Loadır. Mauna Loa,
Kea Havay adalarında yerləşir. Havay adaları da divergent sərhəddədir. 47. Kiçik Tosvet havalarının divergent sərhədində yerləşən vulkanik ada. Divergent sərhədi, kiçik Tosvet havanın divergent sərhədində yerləşən vulkanik ada deyirsə, biz biləcəyik ki, Galapagos adasından söhbət gedir. Galapagos adası Nazca ilə Kakosun ayrılmaz sərhədində yerləşir. Keçdik 48-ə. Doğru fikirləri müəyyən edin. Mantia əsasən ərimiş, lakin yüksək təzyiq nəticəsində sıxılmış maddədən batır. Bəli. Yer qabığı okean çökəkliyi daha çox. Yer qabığı okean çökəklərində daha qalın olur. Yer qabığı daha qalın olur. Yox, deməli, nüvə üst mantiyanın alt hissəsi. Bu da yanlışdır. Nüvə üst mantiya, alt mantiya yox. Litosfer yer qabığı ilə üst mantiya üst mantiyanın bərk hissəsi ilə birlikdə, yəni bərk hissəsi birlikdə litosfer adlanır. Deməli, 3 də səhvdir. Maqnit və coğrafi meridianlar kəsməsində yaranan maqnit meyilli bucağı 11,5 dərəcəyə bərabərdir. Bəli. Demək ki, biz qeyd edəcəyik ki, 48-də doğru cavabımız olacaq. Aha, 48-də doğru cavabımız 1 və 4. B bəndi. Sönmüş vulkanları müəyyən edin. Sönmüş vulkanları müəyyən istəyirsə, biz burada deyəcəyik ki, Erebus bildiyimiz kimi Antarktida materikində yerləşir, aktivdir. Bardamburqa İslandiyada yerləşir. Montopoli qeyd ediləcək ki, bunlar isə aktivdir. Devamət sönmüşdür. Kenya Afrikada yerləşir, sönmüşdür. Çin burası Cənubi Amerikada yerləşir, sönmüşdür. Doğru cavabımız 49-da B bəndi. 50-ci suala baxaq. Bizdən uyğunluğu müəyyən etməyimizi istəyir. Maqmatik və palça Vezuvi ilə Etna maqmatikdir. Turağa ilə Kere palça vulkanıdır. Azərbaycanda ən hündür palçıq vulkanı Turağaydır. Cavabımız A bəndi 51. Fərqli və oxşar cəhətləri Eyler Venn diaqramı köməyi ilə müəyyən edin. Lüblyaka vulkanı yerləşir Cənubi Amerikada, Hekla vulkanı isə yerləşir İslandiya ərazisində. Divergent sərhəddə yerləşir Hekla, deməli. Qərb yarımkürəsinin vulkanlarıdır. Biz qeyd edəcəyik ki, hər ikisi qərb yarımkürəsində yerləşir. Bu oxşar cəhətdir. Subduksiya zonasında yerləşir Lüblyaka, yəni Ant dağları yaranması Ant dağlarında yerləşdiyinə görə deyəcək ki, Nazca ilə Cənubi Amerikanın subduksiya zonasında yerləşir. Okean tipli yer qabına malikdir. Bu isə Heklaya aiddir. Deməli, 51-ci sualda cavabımız olacaq D bəndi. 52-ci suala baxaq. Şimali və Cənubi Atlantika hissəsi üzərində yaranmış adaları soruşur bizdən. Biz burada İslandiya, Azor müqəddəs yer adlarını çəkəcəyik. 52-də cavabımız olacaq B bəndi. 53. Litosfer havalarının konvergent sərhədlərinə uyğun gələn adaları qruplaşdırın. Hind Avstraliya ilə Sakit Okeanın konvergent sərhədində yerləşirdi. Biz burada adlarını çəkə bilərik. Yeni Zelandiyanın 1-ə 5 olacaq. Şimali Amerika ilə Karibin. Şimali Amerika və Karib. Burada biz qeyd edəcəyik Antil adlarını, Sakit Okeanın Avrasiyanı. Deməli, Sakit Okeanın Avrasiyada isə biz 53-də 3-cü isə qeyd edəcəyik Kuril adalarını. Sakit Okean Avrasiyanın Kuril adaları. 53-də cavabımız olacaq E bəndi. 54. Fövqəladə Siciliya, Hönsü, İsland adalarında yerləşən vulkanın müəyyəndir. Siciliyada təbii ki, biz qeyd edəcəyik Etna, Hönsü, Yaponiyada da Fujiyama, İslandiyada Hekla. Cavabımız A. Kaledon Hersin dağılma gəlmə mərhələsində yaranmış dağların verildiyi sıranı müəyyən edin. Kordilyer dağları qeyd olunub, olmaz. Verxovski Mezozoidur. Skandinaviya dağları ola bilər. Apalachda, Uralda böyük sayıcılardır. Bunlar Paleozoy arasında yaranmış dağlar. Alp dağları, Cavan dağları olmaz. Deməli, Atlas dağları da olmaz. Cavan dağları da Alp dağlarına görə də olmaz. 56-cı suala baxaq. Deyir ki, Alp Himalay qurşağına aid olan Qafqaz dağları ildə 3 millimetr qalxır. Bu proses belə davam edərsəm, Qafqaz dağlarının 12 metr hündürləşməsi üçün nə qədər vaxt lazım olduğunu bizdən müəyyən etməyimizi istəyir. Biz burada əvvəlcə qeyd edəcəyik ki, 3 millimetr qalxırsa,
əvvəlcə 12 metri millimetrə çevirməliyik. 12 metri millimetrə çevirsək, biz arxasına 3 dənə sıfır atmalıyıq. 3 dənə sıfırımızı artdıq. Deməli, 1 ilə 3 millimetrdirsə, x-ə də 12 deməli 12 millimetr eləsək, deməli 1-ə 3 millimetr 1200-dür də. Deməli 1 ilə 3 millimetrdirsə, x-ə də 1200-dür. Deməli 1200-ü böləcəm, vuracam 1-ə, böləcəm 3-ə. O da eləyəcək 400. Deməli 400 oldu yoxsa 12.000-i birincisi üzrü sayın mən deməli 12.000 deməmişəm, 1200 demişəm. Deməli arxasına 3 dənə sıfır atılır millimetrə çevirəndə. 12.000 də 3-ə bölsə eləyəcək 4000 il. Deməli əl altı cavabımız olacaq D variantı. 57. Euler Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Horslar və qrabenlər. Hors qalxan, qraben isə enən deməkdir. İki tütünün qırılma arasındakı hissədə enmə nəticəsində formalaşan mənfi relief forması bu qrabendir. Qırılmanın mərkəz hissəsində qalxması nəticəsində yaranan qabarıq forma horsdur. Şərqi Afrika sınma zonasını təşkil edən hər ikisi bu oxşar cəhətdir. Deməli, 57-ci sual cavabımız olacaq B bəndi. 58. Hansı ərazilərdə yerləşən faydalı qazıntı mədənlərində temperatur daha yüksək olar? Təbii ki, geosiqnalda yerləşənlərdə. Biz burada baxaraq ki, geosiqnalda yerləşənlərə hansı olar? Təbii ki, Ant dağları. Cavabımız 58-də C bəndi. 59. Uyğunluğu müəyyən edin. Konvergent sərhəd. Alp-Himalay qurşağı. Alp-Himalay qurşağı təbii ki, konvergent sərhəddə yaranmışdır. Yaranmasında Afrika ilə Avrasiyanın, Ərəbistanın, Hind-Avstraliyanın toqquşma zonasıdır. Kordilyer Ant dağları isə qeyd edəcəyik ki, konvergent sərhəddə yerləşir. Şimali Atlantika silsiləsi divergent, Aleut adaları, Aleut novu konvergent. 59-cu cavabımız olacaq D bəndi. 60. Orta Atlantik silsiləsinə aid deyil. Eksogen proseslərin təsiri daha güclüdür. Səhvdir. Endogen qüvvələrin təsiri daha güclü olmalıdır. Cavabımız 60-da A bəndi. 60. Deməli, birinci suala baxaq. Şərki sxema əsasən uyğunluğu müəyyən edin. Burada birinci horse, ikinci qraben, üçüncü horse. Cavabımız 61-də D bəndi. 62-ci suala baxaq. Aşağıdakı bəndlərin hansı litosfera havalarının verilmiş sərhədlərinə aid deyil? Divergent sərhəd. Litosfera havaların bir-birindən kənarlaşma sərhəddir. Bəli. Bu zonalar Azor, Pasxa kimi adalar okean sərhədinə çıxıb yaranmışdır. Bəli. Orta okean silsiləsi yaranır, düzdür. Okeanlarda bu zonalar riflərləri adlanır, düzdür. Litosfera havaların bir-biri ilə toqquşma sərhədi yox, ayrılma sərhəddir. Yanlış cavabımız E bəndi. 63. Qiviyana, Anabar, Dekan qalxanları müvafiq olaraq hansı platforma aiddir? Qiviyana Cənubi Amerikadadır. Anavar Sibirdə, Dekan isə Hindistandadır. E bəndi. Dövrü sürətdə qaynar su və buxar püskürən isti bulaqlar daha çox hansı adlarda rast gəlinir? Təbii ki, biz qeyd edəcəyik ki, 64-də cavabımız İslandiyadır. B bəndi. 65. Xəritə sxemində hansı geoloji eranı əhatə edir? Mezozoyu erasını əhatə edir. 66. Geosignal sahədə yerləşən ərazilər. Braziliya platformada yerləşir. Labrador yarımadası platformadır. Böyük Sarıcı dağları platformadır. Ural dağları platforma. Yapon adaları isə geosignaldır. E bəndi. 67. Rif zonası adlanan orta okean silsilələri oxu boyunca uzanan dərələr. 67 cavabımız olacaq A bəndi. Xəritə sxemində hansı geoloji dövrünü əhatə edir? Mezozoydur. Mezozoyun Tiras, Yura, Təbaşir dövrləri var. Burada isə Tiras, Yura, Təbaşirdə isə söhbət deməli 68-də Təbaşir, yox, Yura dövrü olacaq. Tiras, Yura, Təbaşir, Yura dövrü olacaq. Cavabımız 68-də B bəndi. 69. Geoloji keçmişdə Lavrasiya qurusunun tərkibində olmuş müasir materiklər üçün ümumi əlamətləri seçin. Deməli, burada Şimali Amerika ilə söhbət gedir Avrasiya materikindən. 3 yarımkürədə yerləşir. Bildiyimiz kimi 3 yarımkürədə yerləşir Avrasiya materiki, çünki onu Qrinviç meridianı kəsir. Həm şərqdə, həm qərbdə, həm də şimal yarımkürəsindədir. Şimali Amerika materiki isə şimal və qərb yarımkürəsində yerləşir. Bir oxşar cəhət deyil, ona görə birləri çıxırıq. Tropik siklonlar və muson küləklərinin təsirinə məruz qalır. Bəli, doğrudur. Alp və Kimmer qırışıqlığında yaranmış dağlar rast gəlinir. Düzdür. Hər ikisində həm Alp, həm də ki, Mezozoy qırışıqlığında olan dağlar var. Məsələn, Alp qırışıqlığında olan dağlara Alyaska, sahil, Şimali Amerikada Alyaska və sahil,
Avrasiya materikində isə Alpdır, Pirineydir, Əndəlüsdür, Karpatdır, Pontdur, Tavırdır, Qafqazdır, Pamirdir, Hinduşudur, Himalay dağlarıdır. Mezozoyda yaranmış dağlar Şimali Amerikada Brooks Qayalı dağları, Avrasiyada isə Çerskidir, Verxovskidir, Sxota, Alindir, Kunlun kimi dağların adlarını çəkə bilərik. Bu oxşar cəhətdir. 2 və 3 cavabımız olacaq 69-da. Bəndi. Günəşin zeytə olma prosesini müşahidə etmək mümkün deyil, yanlışdır. Bütün saat quşaqlarında yerləşir. Bu Antarktida materiki üçün aiddir. 70-ci sual bax. Subduksiya zonasında yerləşir. Azor adaları divergent, Pasxa divergent, Aliyut adaları bəzi subduksiya zonasında yerləşir. Cavabımız olacaq C bəndi. Qeyd ediləcək ki, Sakit Okeanın Avrasiyanın subduksiya zonasıdır. 71-ci suala baxaq. Xətti sxemə əsasında cavan platformaları seçin. Ön Qafqaz, Qərbi Sibir və Turandır. 3 və 4. Qərbi Sibir və Turan. 3-4 cavabımız C bəndi. Sakit Okean litosfer havasını Afrika litosfer havasından fərqləndirən xüsusiyyətlər nədir? Yalnız okean yerqabı, okean tipli yerqabından malikdir. Sakit Okean litosfer havasının Afrika litosfer havasından fərqləndirən xüsusiyyəti nədir? Bəli, Sakit Okean yalnız okean tipli yerqabından malikdir. Cavabımız olacaq 72-də A bəndi. 73-cü suala baxaq. Doğru fikirləri müəyyən etməyimizi istəyir. Deyir ki, Kaynozoyun Neogen dövründə müasir dövrünə qədər davam edən tektonik proseslər neotektonik proseslərdir. Bəli, Fudziyama etna vulkanları adalarda yerləşdiyindən okean tipli yer qabında püskürən vulkanlar hesab olunur. Fudziyama Yaponiyada, etna isə Siciliya adasında yerləşir. Doğru fikir istəyir bizdən. Burada biz qeyd edəcəyik ki, Etna Siciliya adasında yerləşirdi, Fudziyama isə Yapon adasında yerləşirdi. Doğru cavabımız aslında burada A bəlidir. Burada nə deyir bizə? Etna yerləşən okean tipli yer qabında püskürən vulkanlar hesab edirlər. Etna konvergentdədir, Fudziyama da konvergentdə yerləşir. 74. Xəritə sxemi əsasən zəlzələlərin baş vermə ehtimalının daha böyük olan ərazilərin müəyyən edin. Geosinkron zonları isə bizdən 1, bir də daha sonra yerləşəcək 1, 4, cavabımız B bəndi. İzoseitlər adlanan seismik xəttlərdə eyni zəlzələnin gücünü hiss etdiyi nöqtələri birləşdirən xəttlər. Bəli, cavabımız 75-də A. 76. Avrasiya və Hind-Avstraliya litosfer havalarının toqquşması nəyə səbəb olmuşdur? Avrasiya ilə Hind-Avstraliya litosfer havasının toqquşması nəyə səbəb olmuşdur? Təbii ki, Himalay dağlarının yaranmasına. 76 A bəndi. 77. Xəritə sxemi əsasən Şərqi Avropa və Çin-Koreya platformalarına uyğun gələn fabrik əraziləri müəyyən edin. Burada biz qeyd edəcəyik ki, Şərqi Avropa 2, Çin, Koreya isə 5, 2 və 5. Cavabımız olacaq A bəndi. Himalay dağları hansı litosfer havanın toqquşma nəticəsində yaranmışdır? Avrasiya və Hind-Avstraliya A bəndi. 79-cu suala baxaq. Pasxa adası hansı tavalan divergent sərhədində yerləşir? Paskan Naska ilə qeyd edəcək ki, Paskan Naska ilə Sakit Okeanın divergent sərhədində yerləşir. A bəndi. 80. Şimali Amerika və Avrasiya litosfer tavalarının divergent zonasında yerləşir. Avrasiya ilə Şimali divergent sonrası İslandiya və Azərbaycanda cavabımız olacaq B bəndi. 81. Orta Atlantik dağ silsiləsi üzərində yerləşən adalar. İslandiya, Müqəddəs Yelena 1 və 3 D bəndi. Müqəddəs Yelena adası hansı tavalarının divergent sərhədində yerləşir? Müqəddəs Yelena təbii ki, qeyd edəcək ki, Cənubi Amerika ilə Afrikanın. Cənubi Amerika, Afrika cavabımız D bəndi. 83. Naska və Cənubi Amerika litosfer tavalarının toqquşması nəyə səbəb olmamışdı? Ant dağların yaranmasına. A. 84. Alp qırışıqlığı hansı geolojiyada baş vermişdi? Təbii ki, Kaynozoy erasında. 85. Xəritə sxemi əsasən Filippin tavasını müəyyən edin. 5-ci bizim Filippin tavamızdır E bəndi. Doğru fikri müəyyən edin. Şimali Amerika materiki geoloji keçmişdə Lavrasiya qurusunun tərkibində olmuşdur. Şimali Amerika, bəli, Lavrasiya qurusunun tərkib hissəsində olmuşdur. Həmçinin Avrasiya materiki də cavabımız oldu 86-da. A bəndi. Keçək 87-ci sualı. Sakit Okean litosfer havası hansı litosfer havası ilə həmsərhəd deyildir? Sakit Okean litosfer havası qeyd ediləcək ki, Afrika ilə həmsərhəd deyil. Cavabımız E. Euler-Venn diaqramını tamamlayan bəndi seçin. Perm və daş kömür. Perm, daş kömür paleoz-erasının dövrləridir. Hersen qırışıq mərhələsinə aiddir. Baykal, Kaledon, Hersen. Baykal qeyd elədik ki, həmçinin protozoy, həm də paleozoikdir. Biz burada cavabımız olacaq 8-də. B bəndi. 89-cu suala baxaq. Orta okean tipli yer qabından püskürən vulkanlar.
Hekla, bir də Manola. Hekla yerləşir İslandiyada, Manola isə yerləşir hava adalarında A bəndi. 90. Orta Okean dağ silsiləsini öyrənəndə yaranan adalardan deyil. Yaranan adalar deyilsə, burada biz qeyd edəcəyik ki, Alüt adalarıdır. Cavabımız 90-da olacaq A bəndi. Alüt adaları Sakit Okeanın Avrasiya materikinin toqquşma hissəsində yaranmışdır. 91. Euler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Devon, Silur. Devonla Silur paleozoidur və paleozonun kalidən qırışıqlı mərhələsinə uyğun gəlir. Cavabımız 91-də. 91-də B bəndi. 92. Xəritə sxeması əsasən dünya okeanının dibindəki suların daha cavan olduğu ərazimin daha tünd rənglərlə göstərilmişləri götürəcək ki, daha cavandır. Burada deməli 92-də cavabımız olacaq 1, 6, 1, bir də 1, 3, 6. A bəndi. 93. Fərqli və oxşar cəhətləri Euler-Venn diaqramı köməyi ilə yazın. Filippin tabası, Filippin tabası, bir də Ərəbistan tabası. Materik tipli yer qabından ibarətdir. Materik tipli yer qabından ibarət olduğunu deyirsə əgər, biz burada bilirik ki, Ərəbistan tabası materik tipli yer qabından ibarətdir. Kiçik litosfer tabası hər ikisi. Okean tipli yer qabından ibarətdir. Filippin tavası. Avrasiya tavası ilə toqquşma zonasında Azərbaycan yerləşir. Bu Ərəbistan tavasına aiddir. 93-cü sualda cavabımız olacaq D bəndi. 94-cü suala baxaq. Verilən ərazilərdə geotermik pillərin daha böyük və daha kiçik olmasına görə qruplaşdırın. Geotermik pillə qeyd ediləcək ki, platforma ərazilərində kiçik, böyük, geotermik ərazilərdə isə kiçik olur. Deməli, böyük deyirsə platformaları birinci seçməliyik. Platformada yerləşən dağlar Kap dağlarıdır. Kore yarımadası, Mərkəzi Avstraliya 2, 4, 6. 2, 4, 6, 1, 3, 5 isə geosignal zonaları. Cavabımız 94-də E bəndi. 95. Müvafiq olaraq Kaledon, Herse, Mezoalp qırışıqlı mərhələsində yaranan dağlar. Apalach dağları bəli, Kordilyer dağları bəli, Qafqaz dağları bəli. Cavabımız 95-də A bəndi. 96. Neotektonik hərəkətlərin təbiətdə səbəb olduğu kataklizm müəyyəndir. Sürüşmələr, vulkanlar və zəlzələlər. Cavabımız B. 97. Xəritə sxeması əsasən Afrika və Ərəbistan tavalarının eyni istiqamətdə hərəkət etməsinə baxmayaraq bir-birindən uzaqlaşmaları və Qırmızı Dəniz Rif dərəsi boyunca öz sahəsinin genişləməsi səbəbi nədir? Bildiyimiz kimi Afrika tavası şimala, Ərəbistan tavası isə şərq istiqamətdə gedir. Bura nə deyir? Ərəbistan tavası daha sürətlə hərəkət edir. Ərəbistan tavasının daha sürətlə hərəkət etməsidir. Bəli, 97 cavabımız olacaq D bəndi. 98. Geosignalın inkişaf mərhələsinin ardıcıllığını sıralayın. Deməli, burada biz deyəcək ki, birinci enmə baş verib 1. Daha sonra həm enmə, həm qalxma. Daha sonra isə antiknal və sinknal yaranıb və daha sonra isə qeyd edəcək ki, birinci enmə mərhələsi, ikincidə qalxmalar və enmələr, antisinqlar və siqnal yaranıb. Üçüncü mərhələ cavan dağlar, dördüncü mərhələ isə platforma mərhələsi hesab edilir. 98-də cavabımız olacaq C bəndi. 1, 4, 3, 2. 99-da verilmiş vulkanlar ekvatordan şimal qütbünə doğru sıralayın. Deməli, burada ekvatordan şimal qütbünə doğru deyirsə, ən şimal qütbdə yerləşən bilirik ki, yox, ekvatora yaxın yerləşən birinci 99-da qeyd edəcək bir gələcək Kamerun. Kamerun bildiyimiz kimi yerləşir Afrika materikində. Kamerun vulkanı və fəal vulkandır. Daha sonra bir gələcək Orizaba vulkanı yerləşir Cənubi Amerikada. Cənubi Amerikada yerləşir. Aktiv vulkandır. Daha sonra 1, 4, 2, 2 Avrasiya materikində yerləşir. İtaliya məxsusdur. Sonra 3 Klesk tutqası Rusiyaya məxsusdur. Kamçatka yarımadasında yerləşir. Hekla isə İslandiyada yerləşir. Cavabımız 99-da D bəndi. 100-cü suala baxaq. Xəritə sxeması əsasən 135 milyon il əvvəlki quru sahələrinə uyğun gəldiyi müasir materikləri müəyyən edin. Burada biz baxırıq ki, birinci Cənubi Amerikadır, xeyr. Şimali Amerikadır, bəli. 2 Afrikadır, xeyr, Avrasiyadır. 1 Şimali Amerikadır, bəli. 2 Avrasiyadır, bəli. 3 Cənubi Amerika, 4 Afrika, 5 Avstraliya, 6 Antarktika, düzdür. Cavabımız olacaq 100-də C bəndi. 101-ci suala baxaq. Afrika və Ərəbistan tavalarının doğru istiqamətini müəyyən edin. Bildiyimiz kimi istiqamətlər yuxarıya doğru olmalıdır. Cavabımız elə burada olacaq E bəndi. 101-də E.
102-ci suala baxaq. Dağların yaşı ilə seysmiklik, onlar arasındakı qanun yoxları düzgün göstərildiyi qrafik müəyyəndir. Bildiyimiz kimi dağların yaşı çoxaldıqda seysmiklik də azalır. Yəni tərs mütənasibdir. Bu da olacaq cavabımız B bəndi. Tərs mütənasib budur. 102B. 103. Uyğunluğu müəyyən edin. Burada biz baxanda bilirik ki, tiraz ən cavan burada Paleozoy. Paleozoy arası ən qədimdir burada. Tiras, Yura, Tabaşır. Sonra gələcək Yura, sonra Tabaşır. Paleozoya aid olan təbii ki, biz görürük ki, 3-ə A, e, daha sonra Tiras, Yura, Təbaşir. Daha sonra gələcək Yura, sonra da Təbaşir. Deməli, 103-cü sual cavabımız olacaq C bəndi. 104. Xəritə sxemdə hansı litosfer havaların hərəkət sxeməti doğru verilmişdir? Biz burada baxanda bilməliyik ki, burada litosfer havanın toqquşma sərhəd deyirsə, bir-birlərinə yaxın olmalıdırlar da, qarşı-qarşıya gəlməndə cavabımız olacaq B bəndi 104-də. 105. Antarktida litosfer havasının sərhəd olduğu tavalar. Antarktida litosfer havasının sərhəd olduğu tavalar. Sakit Okean düzdür, Filippin düzdür, Cənubi Amerika düzdür. Karib yox, Avrasiya yox, Hind, Avstraliya. Bir dəqiqə. Sakit Okeanla deməli, burada bir Sakit Okeanın sərhəd olduqdan sonra Sakit Okean, daha sonra Cənubi Amerika və Hind, Avstraliya. 1, 2, 5. 106. Doğru və yanlış fikirlənməlidir. Qədim platformaların bünövrəsi kriptozoida yanlışdır. Kriptozoida qoymayıb. Baykal və arxe və protozey arasında qoyulmuşdur. Cavan platformalar isə Panozoida yox. Cavan platformalar isə Paleozoyun Hersen qırışıq mərhələsində qoyulmuşdur. Yanlışdır. Platformaların quruluşuna görə kristallik bünövrə və örtük qatlanır. Yəni kristallik bünövrə və platforma örtüdən ibarətdir. Düzdür. Platformalar, sipər və qalxanlar maqmatik və metaformik suxurlar səthə çıxır. Bəli, festivalda qazıntılar olur. Demək, burada biz gediləcək birinci yanlışdır. Platformalar yer qabının hərəkətli sahələr olub. Xeyr, əslində burada yanlış ifadədir. Ən sabit sahələrdir. Cavabımız olacaq. Burada nə olacaq? Bir dəqiqə, doğru və yanlış fikirlər istifadə istəyir bizdən. Bu yanlış ifadədir. Doğrudur. Doğrudur. Kriptozoy deyirsə, düzdür də bu. Kriptozoy və Phanerozoon düzdür. Cavabımız demək, 3-ü doğrudur, 1 yanlışdır. Cavabımız elə E-bəndi. 107. Tosfer havalarının müasir hərəkətlərinin nəticəsidir. Ərəbistan yarımadası sürətlə Afrikaya yaxınlaşır deyir. Əslində yaxınlaşmır, uzaqlaşır. Deməli, 1 yanlışdır. Apalaç, Uras, Kaneve dağlarının hündürlüyü artır. Xeyr. Havaların konvergens sərhədlərində boyunca seysmiklik azalır. Divergens sərhədlər boyunca isə artır. Deməli, seysmiklik konvergentdə burada deməli, bu da düz deyil. Araq dənizi sədicən qapağı düzdür. Somali yarımadası Afrikadan uzaqlaşır. Düzdür. Qırmızı dənizin sahəsi genişlər bəli. Deməli, doğru cavabımız 107-də C bəndi. 108. Doğru olmayan ifadələr müəyyən edin. Platforma quruluşuna görə kristallik bünövrə örtük qatını ibarətdir. Bəli. Ad dağları Cənubi Amerika, Naskada və Suudus zonasında yerləşir. Bəli. Geoloji keçmişdə yer qabının inkişafı traqressiya və reqressiya mərhələsində növləşməsi müşahidə olunmuşdur. Bəli. Çölgənin uzunluğu gündüzün ilk və son saatlarında ən böyük, günorta vaxtlarında isə ən kiçik qiymət alır. Bu ifadə də doğrudur. Biz bilirik ki, səhər saatlarında kölgə çox olur. Martın 20-dən başlayır yer kürəsində fəzada elə vəziyyət alır ki, günəş olacaq mümkünsündə daha çox işıqlanır. Səhvdir. Martın 21-də biz bilirik ki, şimal yarımkürəsi daha çox işıqlanır. Cavabımız olacaq 108-də E bəndi. Təbaşir dövrü göstərilmişdir. Təbaşir dövrünə biz gediləcək ki, 109-cu sualda cavabımız olacaq A bəndi. 110. Uyğunluq gözlənilmişdir. Pinatubo gediləcək ki, yerləşir Filippinin şimallı sonrasında olandır. Sudet adaları, Sudet dağları nə əlaqə? Yanlışdır. 5. Kamerun vulkanı isə Afrikadadır. Atlas dağlarına düşmür. 4-5-in özü səhvdir. 111-də cavabımız olacaq B bəndi. 110-da üzr istəyirəm. 111-də verilmiş vulkanları şimaldan cənuba doğru sıralayın. Şimaldan cənuba doğru sıralamamı istəyirsə, burada birinci gələcək Popocatépetl 3, sonra Toxomulka, Cotopaxi, San Pedro, bir də Ruapehu. 111-də cavabımız olacaq B bəndi. Uyğunluq gözlənilmişdir. Fudziyama vulkanı
Yaponiyadadır. Burada Tian Shan dağları nə əlaqə? Kilimanjaro vulkanı Afrikadadır. Əjdaha yazıb, amma ki bu da doğru sayılmaz. Vezuvi, Karpat, Lulaka Ant, Orisa, Bokordilər. Burada 1 və 2 doğrudur. Cavabımız olacaq A bəndi. Vulkanizm haqqında fikirlərin hansı səhvdir? Vulkanizm prosesi materik tipli tavalarda baş verirsə, yer səthindən turşu tərkibli lava çıxır. Aha, Etna, Hekla, Karakatın vulkanitos ve tavalarının konvergens sərhədləri və göstəri adlarda yerləşir. Səhvdir. Burada çünki Hekla vulkanı konvergentdə yox, divergentdə yerləşir. Yəni cavabımız olacaq 113-də B bəndi yanlışdır. 114 Şərqi Sakit Okean qalxması üzərində yerləşən ada. Şərqi Sakit qalxması üzərində yerləşən ada deyirsə 114-də cavabımız olacaq B bəndi. Yəni Sakit Okeanın şərq hissəsi ə, Amerika tərəfdir, qərb hissəsi isə Avrasiya tərəfdir. 115-ci suala bax. Atmosfer havaların subduksiya zonasında yerləşən vulkanik adaları seçin. Subduksiya deyir. Galapagos divergent də olmaz. Ona görə çıxırıq. Hava adaları divergent də olmaz. 2-5-ə çıxsaq, məsəl üçün burada subduksiya zonasında yerləşənləri soruşur bizdən. Deməli, doğru cavabımız 115-də olacaq A bəndi. Çünki 1 Alit adaları Sakit Okeanla Avrasiya materikinin toqquşma sərhədində yerləşir. Kiçik Antil adaları var. Və bir də qeyd ediləcək 1, 3 və 4 A bəndi. 116-cı suala baxaq. Aşağıdakı bəndlərdən hansı doğru deyil? Platformanın kristalik bir nömrəsi. Burada çökmə mənşəli faydalı qazıntılar bəli var. Qədimdə tamamilə aşınmış davam nömrəsinə aid olan suxurların qarışıq yataq forması malikdir. Platforma alt mərtəbəsidir. Platformanın alt mərtəbəsi yox, üst mərtəbəsidir. Ona görə cavabımız olacaq 116-da. Doğru olmayan istəyir də bizdən. Düzü kristalik bu növrə deyir. Üzr istəyirəm, mən platform örtüyü ilə qatışdırdım. Deməli, burada fez faydalı qazıntı mövcuddur. Bəli. Maqmatik meteorologik sıxlıq ibarətdir. Bəli. Art mərtəbəsidir. Bəli. Qədimdə tamamilə aşınma düzdür. Amma çökmə mənşəli faydalı qazıntılar platforma örtüyündə yerləşir. Cavabımız olacaq A bəndi. Ant dağları necə əmələ gəlib və hansı qırışıqlara aiddir? Ant dağları qeyd ediləcək ki, Naska ilə Cənubi Amerika tavasının toqquşması nəticəsində yaranıb və cavan dağlardır. Qeyd ediləcək ki, Kanozoya, yəni alt qırışıqlığına aiddir. Demək, 117-də cavabımız olacaq E bəndi. 118 Kanozoy erası, Mezozoy, Paleozoy erası. Deməli, Kaledon qırışıqlığı baş vermişdi. Qeyd edəcək ki, Paleozoy erasında buzlaq mənşəli göllər əmələ gəlmişdi. Kanozoyda Konlun dağları, Tibet yaylası, Mezozoy. 118-ci cavabımız olacaq C bəndi. Şərqi Afrika sınma zonasının mərkəz hissəsində və onun hər iki tərəfində simmetrik olaraq hansı relyef struktura əmələ gəlmişdi? Horstlar və qrabenlər. Horst qalxan, qraben isə enən demək idi. 119-cu cavabımız A. 120. Şərqi Afrika atmosfer havasının aralanma hissəsində hansı ərazilər Afrikadan tədris uzanlar? Biz qeyd edəcəyik ki, Somali yarımadası uzaqlaşmışdı. E bəndi. Somali yarımadası gələcək zamanda ayrıca bir Somali adasına çevriləcək deyə güman olunur. 121. Doğru fikri müəyyən edin. Çökmə suxulardan ibarət olan kristalik bünövrə platformanın üst mərtəbəsidir. Bəli. Cavabımız olacaq 121-də. Çökmə suxulardan ibarət olan kristalik bünövrə alt təbəqədir. Burada platforma örtüyü üst olmalı idi. B bəndinə ən qədim platformalar Hersin dalma gəlməsində yaranmışdır. Bu da yanlışdır. Qeyd ediləcək ki, arxev və protozoy eralarında yaranmışdı. Ən cavanlar Hersində idi. C bəndində platformalar litosfer havalarının sərhədlərində yox, mərkəzlərində olmalıdır. Platformalar kristalik bünövrənin yer səthinə çıxdığı sahələr, siperlər və qalxanlar adlarında düzdür. Cavabımız olacaq D. 122. Cədvəldə verilmiş fikirlərin düzgün ardıcıllığını müəyyən edin. Alt mantia temperaturun yüksək olmasına baxmayaraq maddələrin böyük təzyiq altında olması onları sıxılmış vəziyyətdə saxlayır. Doğrudur. Sakit okean istinə olmaqla digər böyük litosfer havaları həm materik, həm də okean yer qavlamalıdır. Doğrudur. Ant dağları Perunovu, Sakit okean və Nazca litosfer havalarının divergent sərhədində yaranmışdır. Ant dağları Peru, Sakit okean və Nazca litosfer havalarının divergent sərhədlərində. Bu yanlışdır. Ant dağları Peru'da Çilinovları Sakit okean yox, Nazca ilə Cənubi Amerikanın toqquşma nəticəsində yaranmışdı. Konvergent sərhəd, divergent sərhəd yox. Yer qabığı ilə üst mantar arasındakı sərhəd Konorada sərhəd adlanır. Qranit və bazalt təbəqəsi arasındakı sərhəd
Kolorado sərhədi adlanırdı. Yanlışdır hər ikisi. Doğru, doğru. Cavabımız 122-də D bəndi. 123-cü suala baxaq. Cədvəldəki uyğunsuzluğun müəyyən edin. Mantia əsasən ərimiş, lakin yüksək tezlik nəticəsində kibləşmiş maddə ibarətdir. Bəli, doğrudur. Təbiətdən çox yayılmış maqmatik sular qranit və bazaltdır. Bəli. Yerin geoloji inkişafının ilkin mərhələsində onun səthi su ilə örtülmüş, qurunun sayəsi çox kiçik olmuşdur. Qeyd edəcək ki, bu ifadə doğrudur, amma ki, yanlış yazılıb. Cavabımız olacaq C. 124. Mətndə bəhsi keçən materiklə bağlı cədvəldəki yolsunu müəyyən edin. Cərin yarımkürəsində bu materik əsasən qütb qismən də mülayim işıqlanma qurşağında yerləşir. Burada qütb gecə gündüzləri müşahidə olunur. Materik 3 okeanla əhatə olunmuşdur. Söhbət Atlantik okean, Antarktida materikindən gedir. Antarktida materiki qeyd edəcək ki, Sakit okean, Hind okeanı, Atlantik okeanla əhatələnir. Bütün saat qurşaqlarında yerləşir. Bu əslində doğru ifadədir. Antarktida materiki bütün saat qurşaqlarında yerləşir. Sonra nə deyir? Deyir ki, 3 yarımkürədə yerləşir, düzdür. Çünki onu Greenwich meridianı kəsir. Həm şərq, həm qərb, həm də ki, cənub yarımkürəsindədir. Xəttlərin tərtibi zamanı silindrik kartoqrafi proyeksiya istifadə etmək daha məqsədə uyğundur. Bu yanlışdır, çünki orada silindrik yox, konus olmalı idi. Geoloji keçmişdə qədim Lavrasiya qurusuna aid olub. Yanlışdır, Gondovana aiddir. Sahəsinə görə ən kiçik materik hesab edilir. Bu yanlış ifadədir. Ən kiçik materik deyil. Cavabımız elə E-dir. Uyğunsuzluq E-dədir. 125. Fərqli və oxşar cəhətləri Eller Venn diaqramı köməyi ilə müəyyən edilir. San Pedro, Eiffel adını deyə bilmirəm. Bu qeyd ediləcək ki, İslandiyada yerləşir. San Pedro vulkanı isə qeyd ediləcək ki, yerləşir Cənubi Amerikada. Divergent sərhəddə yerləşir, təbii ki, Eyfel-din. Qərb yarımkürəsində yerləşir hər ikisi. Subduksiya zonasında yerləşir San Pedro. Okean tipli yer qabında yerləşir Eyfel-din. Cavabımız 125 olacaq D bəndi. 126. Doğru olmayan fikirlərin müəyyən edin. Platformaların nisbətən yuxarı qalxmış sahələrində üst çökmə qatı nazikdir və burada kristallik bünövrə yer səthinə çıxır. Yanlış deyil. Müasir geosiqnalında fəal vulkanik adlar göstərilir. Bu da qeyd ediləcək ki, müasir geosiqnalda fəal vulkanik adalar qövsü, ensiz dərnlər, qırışıq dağlar yaranmışdır. Yəni cavan dağlarla söhbət gedir. Və Qafqaz dağları cavan dağlar olub. Geosiqnalın inkişafı sonuncu mərhələsinə yox, üçüncü mərhələsinə aiddir. Yanlış cavabımız elə C bəndidir. 127. Cədvəldəki yoğunluğu müəyyən edin. Yerin nüvə əsasən dəmir və nikeldən təşkil olunmuşdur. Doğrudur, yanlış verilib. Təbiətdə ən çox yayılmış maqmatik sular daş, kömür və əkdaşı yox, qranit və bazaltdır. Bu ifadə yanlışdır, amma ki, qarşısına doğru yazılıb. Mantiyanın qalınlığı yer qabığının qalınlığından daha çoxdur. Doğrudur, yanlış yazılıb. Tosfer havalarının hərəkəti nəticəsində Pangea, Lavrasiya və Gondwana materiklərinə parçalanmışdır. Qeyd ediləcək ki, doğru ifadədir, amma yanlış yazılıb. Hindistan və Ərəbistan yarımadası geoloji keçmişdə qədim Gondovanaya aid olub. Bəli. Mezozoyan sonu Kalizoyan əvvəlində isə Lavrasiyaya aid olmuşdular. Cavabımız E. Nazca və Cənubi Amerika litosfer tabaqasının toqquşması səbəb olmuşdu. Ant dağların yaranmasına düzdür. Sakit okeanda çilli perinoların formalaşmasına bəli. Sakit okeanda vulkanik Pasxa və qüsvarı alitoların yaranmasına yanlışdır. Pasxa adası demişdik ki, qeyd etdik ki, Pasxa adası Nazca ilə Sakit okeanın ayrılmaz zonasında yaranmışdı. Alitoları da qeyd etdiyimiz kimi Sakit okeanla Avrasiya materikinin toqquşma hissəsində yaranmışdı. Subduksiya prosesi baş vermişdi. Bu da doğrudur. Cavabımız olacaq 1, 2 və 4 D variantı. 129. Cədvəl sıranın doğru sıranı müəyyən etməyimizi istəyir. Kamerun vulkanı Şərqi Afrika yaylası fəaliyyətdə olan vulkandır. Qeyd edəcək ki, Kamerun vulkanı Şərqi Afrika yaylasında yerləşmir və amma fəaliyyətdə olan vulkandır. Bir yanlışdır. Popocatépetl Meksika yaylasında sönmüş vulkandır. Meksika yaylasında yerləşir, lakin sönmüş vulkan deyil. Etna Siciliya adası fəaliyyətdə olan vulkandır. Düzdür. Deməli, 1 və 2-ləri, 1-ləri çıxsa, elə cavabımız 3, 4, 4 və 6 olacaq. 129-da cavabımız B bəndi. 130. Hazırda Skandinaviya, Norveç sahilləri ildə 1 sm yuxarı qalxır. Deyir ki, Danimarka qalxır. Danimarka şimal dəniz sahilləri isə ildə 3 mm aşağı enir. Qalxma və enmə bu sürət davam edərsə 50 sonra bu iki ərazi arasında neçə santimetr artmış olar? Demək ki, biz belə məsələlərdə nə etməliyik? Baxaq.
Deməli, 1 sm yuxarı qalxırsa, Danimarkada, Şimali Amerika sahilləri isə ildə 3 metr aşağı enir. Demək, biz əvvəlcə belə məsələlərdə 3 sm demək 50 qeyd edəcək ki, 130-cu sualın gəlin izahını sizə açıq şəkildə verim. Deməli, deyir ki, hazırda Skandinaviya dağları, bilirsiniz ki, qədim dağlardır. Qədim dağlar olmasına baxmayaraq, Skandinaviya dağlarında, yəni qalxmalar müşahidə olunur. Biz burada qeyd edəcək ki, Norveçdən sahilləri isə e, qalxırsa, 1 sm yuxarı qalxırsa, Danimarkanın şimaldan sahilləri isə 3 mm aşağı enir. Demək, burada biz deyəcək ki, Norveçdən sahilləri ildə 1 sm qalxır. Yəni 50 ilə nə qədər olar? 1 sm ilimizi 50 ilə vursaq 50 sm eləyəcək. Danimarkada isə Şimal dənizi sahili isə ildə 3 mm enir. 3 mm də santimetrə çevirsə 0,3 eləyəcək. Deməli 0,3 santimetr ili də 50 ilə vursaq eləcək 15 santimetr. Deməli Norveç 50 santimetr qalxır, Danimarka isə 15 santimetr enir. Bunlar arasındakı biz fərq burada artmalıdır. Yəni 50 üzərinə gələcək 15, o deyəcək 65 santimetr. Cavabımız olacaq 65. Keçdik 131-ci suala. Kiçik litosfer havalarını seçin. Kiçik litosfer havaları Kakosdur, Filippindir, Afrikadır. Bunlar bizim kiçik litosfer, Karibdir. Afrika üzrü sayın deyil. Böyük litosfer, Karib, Kakos, Filippin 1, 4, 6. Keçdik 132-ci suala. Fəaliyyətdə olan vulkanları seçməyimizi istəyir. Çemberasa sönmüş vulkandır. McKinley, xeyr. Vezuvi aktivdir. Hekla aktivdir. Fəaliyyətdə olan vulkanları seçin. Deməli 3, 4, 5, 6. Tez okean qalxları olan dənizlər seçin. Aralıq, Xəzər, Qara, 1, 2, 3. Uyğunluğu müəyyəndir. Fəaliyyətdə olan vulkanlar sönmüş vulkanlar. Etna fəaldır. Vesuvi fəaldır, Fudziyama fəaldır. Yerdə qalan Kazbek, Qızılboğaz sönmüşdür. 135. Kaynozoda yenidən tektonik hərəkətlər məruz qalan canlılaşan dağlar 6 ay sayan tiyarşan dağlardır. Paleozoy erasında baş verməmişdir. Qədim tez okean sahəsinin tədriclə azalmağa başlanmışdı. Deməli, Kordilyer dağları yaranmışdı. Pançea qurusu Lavrasiya və Gondwana materiklərinə parçalanmışdı. Dördüncü dövr bulaşması baş vermişdi. Deməli, dördüncü dövr bulaşması Kanadada baş vermişdi. Pançea qurusu Lavrasiya və Gondwana materiklərinə parçalanmışdı. Bu Paleziya aiddir. Deməli, Kaledon Hersin qırışıqlığı baş vermişdi Palezoyda. Böyük sayıca parçalar Palezoydaydı. Qədim tez okean sahəsi azalmağa başlamışdı. Deməli, 136-cı sualda biz qeyd edəcəyik ki, Palezoy arasına aid olmayan deyilsə, Kordilyer dağları isə Palezoyda yaranmamışdı. 136-da cavabımız olacaq 1, 2 və 4.